Yaydı, istedi, canınız şirniyyatçikdir. 10 dəqiqəyə bunu hazırlaya bilərsiniz. Salam. Bu günləri Napolyon tortunun ən tez hazırlanan resepti ilə sizlərlə paylaşıram. Sadəcə 10 dəqiqə bizə alacaq. Mənə lazım olan ərzaqlar, qatlaşmış 3 dənə mənə lazım olan ərzaqlar, qatlaşmış süd, duru qaymaq 26%-lıqdır. Yəni istəsəz 26-dan yuxarı da ala bilərsiniz, problem deyil. Mənə lazım olan ərzaq milyon, yələm onu. Yərəm səni mən. Deyirlər ki, mili hanı? Baxın, mili qaçır, çəkilmir. Gəl bunu deyə gedək. Gedək özdə. Bir də ki, mağazində satılan qat-qat xəmir, slayonlu xəmirdir. Bu şəkildə. Yəqin ki, çoxları bundan istifadə edir. Mən çıxartmışam. Bunu qabaqcadan hazırlayanda, yəni buzxanadan çıxardıb kənarda saxlamaq lazımdır. Bir lifehackla da sizlə paylaşmaq istəyirəm. Xəmir vlajlı olanda, nəm olanda, sulu olanda, slayonlu xəmiri bişirəndə o tam qalxmır. Onunla paylaşmaq istəyərdim sizlə. Həmin bu xəmirləri açmıram. Sadəcə olaraq baxın, göstərim bu şəkildə. Belə. Bunu bu şəkildə, yəni dörtkən şəkildə ortadan bölürəm 2 hissəyə. Belə, bu şəkildə 4 bucaqlar xəmiri aparıram sobaya. Sobanı 200-220 dərəcədə qabaqcadan isti eləmişdim. Yəni qəşəng isti olmalıdır. Sonra 200 dərəcədə qoyub aşağını ancaq alt-üst eləsəz, üstü tez pişəcək, o qədər qalxmır. Siz aşağını yandırın, yəni aşağıdan belə slayonlu xəmir bişsin. Sonra axıra yaxın 1-2 dəqiqədə üstü qəşəng qızarsınız. Bu qədər. Abunə olub, like qoyun. Təşəkkür edirəm. Qat-qat xəmirlərim hazır oldu. Baxın, qəşəng puf-puflu. Ailə sayına görə edə bilərsiniz. Mən 6 dənə eləmişəm. Baxın, göstərmək istəyirəm. İndi kremi hazırlayacağam. Bu ki, belə qalxandan sonra bu şəkildə, vay bismillah, əlinə, bax belə, elə bil rakuşkan ağzı kimi açırıq. Yəni bunu qopardıram. İçinə arasına krem dolduracağam. Baxın, belə. Olur ki, hərdən qat-qat alınır. Belə hissə-hissə çıxılır. Misal üçün, mən necə qoy göstərim. Yox, belə dartırsan. Sonra baxın, yenə də belə dartılır. Bu şəkildə də hissə-hissə aralarına krem əlavə edə bilərsiniz. Ya da ki, belə 2 mərtəbəli ortasına ancaq. Yəni, hamısını bu şəkildə belə açıram. Krem üçün dediyim kimi sulu qaymaqdır, 26%-lı. Qatlaşmış südün əvəzinə şəkər pudrası da əlavə edə bilərsiniz. Qramların həmişə olduğu kimi videonun aşağısında paylaşacağım. Yaxşı olar ki, qaymağı miksirlə. İndi kimdəsə bəlkə miksir yoxdursa əllə elə alınmır. Qatlaşmış südü də, yəni bu qədərəm. Burada məndə 150 milli slivki qaymaqdır. Ora 2-3 qaşıq, belə dolu qaşıq qatlaşmış süd əlavə edəcəm. 1, 2. Bizdə şirini çox sevirlər. İndi qəşəng miksirdə qaçışdırıram. 2-3 dəqiqə lazımdır ki, belə qəşəng köpüklənsin. Bu hazır olana qədər bunları açın. Bizə kimin alınır? Belə. İndi isə başlayırıq içini doldurmağa. Qəşəng. İçini bol kremlə. İstəsəz, baxın, yenə sloyları var. Bu şəkildə də açmaq olar. Mən burada krem eləyəcəm. Çox tez alınır, qəşəng. Yəni, Napolyon tortu sevənlər 10 dəqiqəyə bunu hazırlaya bilər. Belə. Üzərinə də sürtürəm ki, baxın, qırıntıları eləmişəm. Qırıntıları tökəcəm onun üzərinə. Bu şəkildə hamısını hazırlayıram və dediyim kimi ovuntuları eləmişdim. Birini də çox saxladım ki, belə qızarsın, xırt-xırt eləsin. Və onu üzərinə bəzəyirəm. Bu qədər. Baxın, nə qəşəng görsəndə.
Biraz da qalacaq, belə qəşəng, dadlar qatışacaq bir-birinə. Olacaq super. 10 dəqiqəyə şirniyyat Napolyon tortu hazır oldu. Baxın, nə qəşəng görsənir. Əsl balaca Napolyonlardır. Sadəcə olaraq Napolyonda zavarlı kremlə olunur. Bu daha tez olsun, yayda istidir, canınız şirniyyat çəkdi. 10 dəqiqəyə bunu hazırlaya bilərsiniz. İnanılmaz. Çox dadlı. Xəstəlik yoxdur. Siz də hazırlayın, nuş olsun.